Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Salam əziz və dəyərli Vilayət TV kanalının tamaşaçıları, bu vaxtınız xeyir olsun. Hər birinizi ilahi ədalət verilişində xoş gördük. Artıq ikinci bölümdür ki, siz əzizlərin görüşünə gəlmişik. Bildiyiniz kimi bizim ana mövzumuz ilahi ədalətdir. Ədalət dedikdə nə başa düşməliyik? Keçən verilişimizdə dəyərli qonağımız çox mühüm nöqtələrə toxundu və ilahi ədalət mövzusunu hansı kitabdan oxuyacaq və hansı üslublarla bu verilişi qabağa aparacağıq, onlara dəqiq şəkildə toxundu və izah elədi. Və verilişin sonuna yaxın bu mövzuda qaldıq ki, hörmətli tamaşaçılar, niyə ədalət sifəti Üsul-i-Dindən olmalıdır? Çünki başqa məzhəblərdə əsas 3 prinsip qorunur. Tohid, nübüvvət və məad. Əhl-i Beyt məktəbində həm ilahi ədalət sifəti bəhs olunur, həm də imamət. Biz İslam həqiqətləri verilişində imamət haqqında çox geniş bəhs elədik. Bütün mənbələrə, bütün xırda nüanslara hətta toxunduq. Çox gözəl bir proqram alındı və tövsiyəmiz budur ki, onu ən azı bir dəfə əvvəldən axıra qədər baxın ki, imamət məsələsində zərrə qədər də siz əzizlərdə şübhə qalmasın. Bugünkü verilişimizdə biz niyə ədalət sifəti bu mövzunu davam etdirəcəyik və vaxt itirmədən mən studiyamızın dəyərli qonağını sizə təqdim edirəm. Verilişimizin qonağı cənab ilahiyyatçı, alim, ustad, doktorant Ramiz Muhammed. Ustad, mən sizi salamlayıram, çox xoş gəlmişsiniz. İlahi ədalət verilişinə necəsiz? Aleykümselam və rəhmətullah. Təşəkkür edirəm, çox sağ olun. Allah sizi qorusun, Allah sizin kimi dəyərli alimləri bu ümmətin üstündən əksik etməsin, ustad. Ustad, maraqlı yerdə keçən verilişimizdə vaxt bitdi. Niyə ədalət sifətin biz Üsul-i-Dində bəhs edirik? Buyurun. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ali Muhammed. Allahümme sallim və təmmim. Sizi və tamaşaçılarımı salamlayıram. Aleykümselam. İnşallah biz keçən dəfə yarımçıq qalan mövzumuzu tamamlayaq. Sonra bu mövzu inşallah sizin sualınıza cavab verərik. Deməli, keçən dəfə biz dedik ki, dinin zərurətləri var və dinin zərurəti o deməkdir ki, hər hansı bir məsələyə dinin zərurəti sifəti verildisə və yaxud o ünvanda bəhs olundusa, deməli, həmin məsələnin inkarı dindarın dinində naqisliyə gətirib çıxardacaq, səbəb olacaq. Ona görə də biz bu məsələni danışdıq və dedik ki, zərurətlər iki qismdir, iki yerə biz böldük. Deməli, ümumi zərurətlər və xüsusi zərurətlər. Deməli, ümumi zərurətlər bütün məzhəbindən asılı olmayaraq, bütün müsəlmanlar yanında zəruri hesab olunan məsələlərdir. Və bunlar əsasən də Üsul-i-Dindən danışsaq, əqidədən danışsaq, 3 dənədir. Deməli, tohid, nübüvvət və məad. Amma xüsusi zərurət isə iki məsələdir, ilahi ədalət və imamət. Və bunu da biz yarımçıq qaldıq izah eləyəndə ki, zərurət deyəndə bəziləri buna, təbii ki, mən qeyd elədim ki, bu mənim başa düşdüyüm məsələdir və müzakirədə, elmi müzakirədə açıqdır. Mən elə bilirəm ki, düzdür, kəlam kitablarında bu qeyd olunub. Qədim kəlam kitablarında bu qeyd olunub ki, məzhəb, imamət mövzusunda xüsusən də deyirlər ki, imamət məzhəbin zərurətidir. Bu nə deməkdir? Biz dedik də, zərurət hər hansı bir məsələyə zərurət ünvanı qoyuldusa, həmin məsələnin inkarı, deməli, insanın dinində xələl gətirir. Zərurət qoyulubsa. Fikir versəz, mən demədim məzhəbində, dinində. Ona görə də əgər tohid, nübüvvət və məad, bunların üçündən birini inkar edən şəxs bütün müsəlmanlar yanında dinində nöqsanlıdır. Dindən çıxmış hesab olunur. Düzdür, kafir hesab olunur. Amma
Digər iki xüsusi zərurət isə məzhəbə aid eləyirlər və mən buna razı deyiləm. Məzhəbə aid, necə razıyam? Ünvanla razıyam, amma izahı ilə razı deyiləm. Çünki məzhəbə aid olanda bunlar deyirlər ki, yəni o deməkdir ki, məzhəbə aiddir. Bunu inkar eləyən məzhəbdən çıxmış hesab olunur, dindən yox. Dindar sayılır, amma məsələn, əgər misal üçün, əhl-i sünnə yanında zərurətdirsə, şiə yanında zərurət deyilsə, şiə bunu inkar edibsə, sünni deyil. Aha. Amma müsəlman olaraq hesab olunur. Və yaxud əksinə, şiənin yanında zərurətdirsə, sünni gəlir bunu inkar eləyirsə, bu sadəcə olaraq şiə hesab olunmur. Amma müsəlman olaraq hesab olunur. Belə izah edirlər. Amma mənim başa düşdüyüm budur ki, məzhəbin, yəni xüsusi zərurət, o deməkdir ki, biz bunun fiqhi tərəflərindən danışmırıq. Fiqhdə mövzular ayrıdır. Ola bilsin ki, etibari hökmlər var və etibari hökmlərlə məsələ həll olsun. Biz bununla danışmırıq. Yəni, bunu mən nə demək istəyirəm, elm adamları bilir mən nə demək istəyirəm. Amma gəlir üsul-i-dinə, kəlama, deməli, kəlamçı məzhəbdə zərurətdirsə, həmin məzhəbə, bunu inkar edən həmin məzhəbdən çıxmış yox, məzhəb həmin məsələni dinin zərurəti hesab edir. Fikir verin, məzhəbin zərurəti olmadı bu. Müəyyən məzhəb həmin məsələni dinin zərurəti hesab edir. Digər məzhəb o məsələni dinin zərurəti hesab eləmir. Məsələ buradadır. Nəinki məzhəbdən çıxır. Ona görə də imamət və ilahi ədalət məsələsində bunu inkar eləyən, burada deməli, müxalifət eləyən dinində problem var onun. Nəinki məzhəbdən çıxdı, dinində problem var. Bu mənim başa düşdüyümdür və ilahi ədalət və imamət məsələsi də şiə məzhəbində zərurətlərdən hesab olunur. Dinin zərurətlərindən hesab olunur. Və indi gəlirik biz sizin suala ki, niyə görə bəs ilahi ədalət sifətini biz götürdük, ədil sifətini biz götürdük. Digər qalan sifətləri biz düzü danışmışıq biz. Elmdən danışmışıq, həy sifətindən danışmışıq, qüdrət hamısından danışmışıq kəlamda. Amma üsul-i-dindən niyə biz dinin zərurətindən niyə dinin zərurəti hesab eləmədik? Deməli, burada məsələnin bir neçə dənə səbəbləri var və mən qeyd eləmişəm. Birinci məsələ, niyə görə kəlam elmində gəldilər, bundan daha çox danışdılar və üsul-i-dindən hesab elədilər. Təkcə fikir versəz, hətta bu məsələni, hətta üsul-i-dindən hesab eləməyən məzhəblər belə bu mövzuda çox danışıblar. Fikir verin buna, bu mövzuda çox danışıblar. Bunun səbəbi, birinci səbəb tarixi səbəb kimi qeyd eləyə bilərik. Niyə görə? Çünki burada bir dənə də xüsusi qeyd var. Mən bunu qeyd eləyim, üstündən keçim. Üstündə dayanmayacağım, çünki mövzumuzdan xaricdir. Amma ümumiyyətlə, İslam cəmiyyətinə, İslam ümməti arasında sünni və şiə fərqi yoxdur. İlk ixtilaflar başladı, deməli, yəni elmi ixtilaflardan söhbət gedir. Başladı Bəni Üməyyə dövründən, xüsusən də Qərb, çünki burada bilirsiniz də fəthlər oldu və Qərb kitablarının, fəlsəfi kitabların İslam alimləri tərəfindən tərcümə olunub, İslam cəmiyyətinə təqdim olunmasından sonra xüsusən də əqli və fəlsəfi mövzularda ixtilaflar başladı. Və bu mövzulardan biri də elə fəlsəfi olaraq ilahi ədalət mövzusudur. Yəni burada və yaxud Allahın xaliqiyyətindən bağlı mövzulardır. Fikir versəz, və yaxud qüdrəti ilə bağlı mövzulardır. Bunun fəlsəfi cəhətdən bəhs olunması qayıdır İslam cəmiyyətinə Qərb fəlsəfəsinin daxil olması ilə. Yəni, cəmiyyət hazır deyil idi, amma gəldi, kitablar tərcümə olundu ərəb dilinə, hətta yəni, Kindidən qabaq.
bizdə tarixdə İslam fəlsəfəsində qeyd olunur ki, Kindi ilə başladı, Abbasilərin dövründən Kindi ilə başladı. Amma Kindidən qabaq artıq tərcümə olunmuşdu. Kindidən qabaq. Çünki Kindi artıq hazır filosof idi. Yəni Kindi birinci dəfə görmürdü o fəlsəfi mövzuları. Kindi artıq tanış idi o mövzularla və tərcümə də eləmişdi. Ondan sonra gəldi Farabi filan bunlar. Amma Kindidən, çünki mənim üçün maraqlı idi həmişə ki, bu Kindi ilk dəfə görə bilməzdi. Kindi müsəlmandır və ilk dəfə fəlsəfi məsələləri görür və ilk dəfədən də başlayır tərcümə eləməyə. Bu biraz əqlə uyğun deyil. Çünki birinci dəfədir görür, bunu başa düşməlidir, təhlil eləməlidir, falan, anlamalıdır. Sonra tərcümə olmalıdır. Sonra mən baxdım, başqa mənbələrə baxdım, gördüm ki, Kindidən qabaq da artıq tərcümələr olmuşdu. Bəli. Deməli, tarixi səbəbdir ki, qayıdır tarixə. Ki, İslam cəmiyyətində, deməli, hicrətin əvvəllərində alimlər arasında bu mövzular artıq bəhs olunurdu. İlahi ədalət mövzusu artıq bəhs olunurdu. Allahın feillərində zülm var, yoxsa yoxdur və zülm kimi qiymətləndirilən bəzi ilahi feillərə izah gətirməyə çalışıblar. Belə deyək də, kəlamçılar tərəfindən dinin müdafiəsində o nəzəriyyələr ortalığa qoyulub və belə. Və məsələm deyirəm, o mövzularda misal ünvanında Əşairə gəlirdir ki, ümumiyyətlə Allahın feillərinə ədalət və zülm sifəti nisbət verilə bilməz. Nisbət verilə bilməz. Niyə görə? Çünki Allahdan hər hansı bir feil baş verirsə, o ədalətdir. Artıq burada müqayisəli heç nə yoxdur ki, siz deyəsiniz, zülmdür, yoxsa ədildir. Allah nə istəsin? Yəni, fikir versəz, burada mən deyəcəm indi, incə bir məsələni deyəcəm ki, Mu'təzilə də, İmamiyyə də onu deyir. Amma başqa fərqlə və Mu'təzilə ilə İmamiyyə arasında fərq var. Deməli, Əşairə deyir ki, Allahdan nə baş verirsə, ədalətdir. Allahdan nə baş verirsə, ədalətdir. Bu o deməkdir. Yəni, kafiri cənnətə, mümini cəhənnəmə aparmaq yeni ilahi ədalət. Hətta Peyğəmbəri apara bilər cəhənnəmə, ədalətin özüdür. Burada zülm, ədalət nisbəti yoxdur. Əşairə bunu deyir. Bunlar bu mövzudadırlar. Amma Mu'təzilə deyir ki, yox, Allah Taala'dan baş verənlər hamısı ədalətlidir. Amma bir onunla fərqi budur ki, yəni zülm baş vermir. Bəzi feillərdə zülm var. Amma zülm Allahdan baş verməz. Fikir verdi fərqini. Çox incə bir diqqət lazımdır burada. İzləyicilər bizi diqqətlə baxsınlar. Yəni, hər nə baş versə, yəni Mu'təzilənin fikrinə görə zülm hesab olunan da Allahda baş verə bilər, o ədalətdir. Mu'təzilə deyir ki, biz ayıra bilirik. Əqli olaraq ayıra bilirik. Bəzi feillər zülmdür, bəzi feillər ədalətdir. O ədalət baş verə bilər, zülm baş verə bilməz. Burada ayrılır da hüsnü qubni əqli ilə şəri. Əhsən. Burada artıq biz Mu'təzilə də, İmamiyyə də, yəni 12 imamçı şiələr və yaxud Əhl-i-Beyt məktəbi də deyir ki, bunu ağıl başa düşür və ağıl başa düşür. Ağıl müəyyən eləyə bilir ki, filan əməl, filan feil zülmdür, yoxsa ədalətdir. Yəni, həsəndir, yoxsa qəbihdir. Burada artıq hüsn və qub məsələsinə toxunulur və ilahi ədalət mövzusuna da buna biz toxunacağıq inşallah. Deməli, bəs şiənin ustad fərqi nədir Əhl-i-Beyt məktəbinin? Əşairi ilə Mu'təziləni dediniz, Əhl-i-Beyt məktəbinin fikri qaldı. Şiə də burada hüsn qub əqlini qəbul edir, eyni Mu'təzilədə də eynidir burada. Və şiə də burada, Mu'təzilə ilə burada ittifaqları var ki, Allahdan deməli, baş verənlər ədalətdir, zülm baş verməz. Allahdan zülm baş verməz. Demək, bunun fərqi burada artıq Əşairə ilə ixtilafdır və Mu'təzilə ilə deməli ittifaqdır. Burada Mu'təzilə ilə ittifaqdır.
Ondan sonra Bəli. ikinci bir, çünki bu mövzulara biz qayıdacağıq bir də. Bəli. Bu mövzulara biz başlıq olaraq niyə görə biz ədalət sifətini seçdik? Birinci bu ki, tarixi səbəbi var ki, bu çox bəhs olunub. Ona görə də biz çox bəhs eləyirik və biz usul-i-dindən hesab eləyirik. Usul-i-dindən hesab eləməyənlər də bunu çox bəhs eləyiblər tarixi səbəblərinə görə. Deməli bu biri. İkinci məsələ Allahın feillərinin niyə görə biz, sual bu idi da, niyə görə biz ədl sifətini görürük? Allahın feillərinin digər feilləri də, digər əməllər də, Allahdan baş verən feillər də qayıdır ədalətə. Ona görə də ədalət məsələsi bizdə çox bəhs olunub. Bu nə deməkdir? Məsələn, Allah ədalətli olduğu üçün raziqdir. Allah, hətta məad bəhsi, ədalətli olduğu üçün məad var. Ondan sonra və deməli mən burada qeyd eləmişəm. Məsələn, Allah ədalətli olduğu üçün rəhmandır. Ədalətli olduğu üçün rəhimdir. Və bu kimi digər sifətlər. Yəni filtr rolunu oynayır. Feil elmi olaraq biz desək, bu sifətlər, bu isimlər qayıdır ədl sifətinə. Qayıdır ədl sifətinə. Deməli belə ədalət məsələsində burada əhəmiyyəti məlum olur. Üçüncü məsələ ədalət məfhumunun geniş məfhum olduğuna görə çox bəhs olunur və bu məsələ bizdə usul-i-dindəndir. Yəni bu nə deməkdir geniş məfhum? Çünki ədalət məfhumunun içində digər məfhumlar da saxlanılıb. Digər məfhumlar da bəhs olunub. Və bir ədl məfhumu müxtəlif mənalarda başa düşə bilir. Başa düşmək olur. Və ona görə də burada artıq bir məfhum digər mənalarda başa düşülürsə, burada deyirlər ki, elmi dildə desə, müştərək ləfsi olur da. Ləfsi, mənəvi yox. Niyə görə ləfsi? Çünki ləfsdə ədildir, amma mənası başqadır. Və burada müxtəlif mənalarda başa düşüldüyünə görə burada ixtilaflar çoxdur. Və ixtilafların da həll olunması üçün bu mövzu çox geniş bəhs olunmalıdır. Və ona görə də bu deməli bəhs olunur. Və məsələn, hətta cəhətlər belə ədalət mövzusunda cəhətlər belə fərqlidir. Məsələn, bir ədalət məsələsini biz insani, məsələn, bəşəri cəhətdən bəhs eləyə bilərik, əxlaqi cəhətdən bəhs eləyə bilərik, ondan sonra ictimai cəhətdən bəhs eləyə bilərik, etiqadi cəhətdən bəhs eləyə bilərik. Fikir verdiniz, nə qədər çox bir dənə ədalət məsələsini nə qədər çox sahələrdə bəhs eləyə bilərik. Ona görə də bu ədalət məsələsinin haqqıdır ki, uzun bəhs olunsun, yəni çox bəhs olunsun, təfsilatı ilə bəhs olunsun və biz keçən verilişdə dedik ki, bu istifadə elədiyimiz kitab Mövsuət Ədl-i İlahi kitabı ki, Seyid Kamal Heydərinin bunu geniş əhatə elədiyinə görə mən bu kitabı seçmişəm bəhs olunması üçün. Bəli, çox gözəl, Ustad. Bəs burada əhl-i sünnə ilə bizdə əsas bu ilahi ədalətin başa düşməyində fərq nədir? Sizin söhbətlərdən insan bunu başa düşür ki, əhl-i sünnədə, məxsusən də Əşairə məktəbində Allahı onda ədalətsiz bilirlər də. Belə çıxır Ustad. Yox, ədalətsiz bilmirlər. Onlar Allahdan baş verən bütün sifətləri ədalət hesab edirlər. Yəni nəticədə zülmü də ədalət bilirsə olur. Əslində bu Allahdan baş verən bütün feillər ədalətdir. Bu elə 12 imamçı və Mu'təzilə. Onlar deyirlər ki, hətta Allahdan hər şey baş verə bilər, onu biz ədalət biləcəyik. Qəbih də. Hə, qəbihlər də baş versə, biz onu ədalət hesab eləyəcəyik. Onlar belə deyirlər. Amma nəyə əsasən Ustad bunu deyirlər? Yəni mənbələri nədir, hardan götürüblər? Ayə əsaslanırlar, ya hədisə əsaslanırlar, bu fikrə gəlməkdir. Bunu inşallah biz o fikirləri müzakirə eləyəndə bir-bir deyəcəyik deyə burada tələsməyək. Çünki o fikirləri biz
müzakirə eləyəcəyik üçün biz dedik ki, bu kitabın xüsusiyyəti budur ki, həmin o fikirlərin mənbələrini də qeyd eləyir, onların iddialarını da və dəlilləri, istidlallarını da. Ona görə də biz orada danışacağıq ki, çünki bizi izləyənlər diqqətli olsunlar. Biz bu mövzuların hamısını bir-bir müzakirə eləyəcəyik ki, sistematik onlar nəyə əsaslanır, onların dəlilləri nədir? Yəni burada bir də ki, bu mövzuları biz müzakirə eləyəndə özümüz də ədalətə görə riayət eləyək ki, yəni heç kimin haqqını kəsməyək. Onların dəlili nədir? Yəni Seyid Kamalın da üslubu budur və bütün bizim bütün alimlərimizin də üslubu budur ki, onların fikirlərini olduğu kimi gətirmək lazımdır ki, onlar nə deyirlər, fikirləri nədir və ondan sonra fikrin arxasındakı deməli iddianı və yaxud da qurulan argumentasiyanın nöqsan, naqis tərəflərini araşdırmaq. Yəni belə deyək də, bu veriliş sona qədər Allahın izni ilə elmi veriliş olacaq. Elmi veriliş olacaq. Ola bilsin bizi izləyənlər başqa verilişlərdə ədalət barəsində eşidiblər və yaxud suallar göndəriblər ustadlara və ustadlar cavablar veriblər. Doğru. Amma bu elmi araşdırılma biz istədik ki, olsun və qalsın veriliş olaraq ki, hər kim istəsə elmi olaraq yanaşsın məsələyə və detalları ilə məsələni təhlil eləsin, bu ona kömək olsun. Ola bilsin, bunu da biz etiraf eləyə bilərik ki, ola bilsin bəziləri üçün maraqsız olsun, ola bilsin bəziləri üçün ağır, çətin olsun, bəziləri üçün məsələn o qədər də diqqətə layiq olmaz. Məsələn, bəzi insanlar var, onlar qısa, konkret cavablar istəyirlər. Uzun uzadı elmi cavabları yorulurlar və yaxud da heç onların maraqları yoxdur buna. Onlar üçün maraqsız ola bilər. Amma hər kim ki, bu məsələyə elmi yanaşmaq istəyir, dərindən yanaşmaq istəyir, bu veriliş onun üçündür. Və bu keçən verilişdə də, indiki verilişdə də bu müqəddimə xarakterli olduğuna görə biz ədalət mövzusuna hələ tam vurdu eləmək. Girməmişik ədalət mövzusuna və onun fikirlər, rəylər, bütün məzhəblərdə olan rəylər və o rəylərin münaqişəsi, müzakirəsi, onların nöqsanlarının rəddiyəsi filan, bunlar hamısı sonrakı verilişlərdə inşallah biz çalışacağıq təqdim eləyək. Belə Ustad, onda sözünüz yoxdursa bu verilişi də tamamlayaq. İnşallah növbəti verilişlərdən elmi bəhsləri başlayaq. İnşallah. İnşallah mən də öz adımdan, veriliş adından sizə dərin təşəkkürümü bildirirəm. Ustad, dəvətimizi qəbul edib gəldiyinizə görə. Allah ömrünüzə, elminizə bərəkət versin. Belə, dəyərli tamaşaçılar, 2 veriliş biz ilahi ədalətdə ümumi bəhslərə toxunduq. Həqiqətən maraqlı nüanslar var idi. İnşallah növbəti verilişlərdən biz hər bir xırda detalı da nəzərə alaraq bütün bəhslərə Allahın izni ilə toxunacaq. Allah amanında növbəti verilişlər.